Mən Zahidova Tərana Tərlan qızı. Bu günlər sizlərlə mənə icmalda atdığınız əl işlərinizə baxacağam. Və biraz fərqli bir yerdə bu videonu başlatdım. İlk işimiz balaca bir tələbəmizindir. Məncə qəşəngdir. Bu da mən ən çox bu işini çox bəyəndim. Qurd da qəşəng idi. Ümumiyyətlə bu işi qəşəngdir. Yaşı məncə 13-14 yaş aralığıdır, amma qeyd edəsən şərh bölməsində və rəngini biraz tündləşdirsən məncə daha da realistik görsənəcək. Burada da yeni il havası, hər birinizə yeni il münasibətilə təbrik edirəm. Mən siz videonu da yeni il şənliyi ilə bağlı idi. İstəsəz onunla da bağlı qısa bir vlog hazırlayaram. Yəni şərh bölməsində mütləq ki bir dənə. Və burada interyeri olsun, şam ağacı olsun, yəni hər şey çox qəşəng, istidir. Və bu işi də mən çox bəyəndim. Pinterestdə çox qabağıma çıxırdı. Amma bu çox qəşəng oxşadıb da. Yəni isti rənglərin harmoniyası da, mənzərəsi də çox qəşəngdir. Əhsən. Və 13 yaşlı bir Şəhanənin işidir. Əllərinə sağlıq. Yəni bu cizgi film karakterləri olsun, onların simaları olsun, həqiqətən çox qəşəngdir. Olduğu kimi təsvir etmişsən hal-halda. Və mən bu işi görəndə çox bəyəndim. Nəsə risonuku mənə tanış gəldi, bir dəstə xətti tanış gəldi. Elə bir əvvəlcədən də atıb. Çünki o hava mənə onu göstərir. Rənglərin olsun, isti rənglərin harmoniyası olsun və çox bəyəndim həqiqətən əhsən. Və bir də yaşını mütləq qeyd edirsən. Bu balaca tələbəmiz də yazıb ki, necədir? Mən çox bəyəndim. Çox sadə, çox belə öz yaşına uyğun, şən, rahat. Yəni bu işini daha çox bəyəndim. Dekorativ tətbiqi sənətə oxşuyur, naturist janrında və rənglər bir-birini izləməsi, bir-birinin gizlənməsi həqiqətən çox qəşəngdir. Və bu işdə 12 yaşlı bir tələbəmizdir və yağlı boyanı işdir. Mən çox bəyəndim. Məsələn, o işıq kölgə olsun, rənglər bir-birinə keçidi olsun. Çox qəşəngdir. Onu eləyib həqiqətən əhsən. Və 13 yaşlı digər bir. Fikir versəniz, əksəriyyəti 13, 12, 10, 11 bu yaş aralığında olur və adam görür ki, belə yaşlı insanlar, belə yaşlı uşaqların iç dünyası necə də maraqlı olur. Məsələn, mən ən çox bunu bəyəndim. Bu ördək də çox şirindir, əhsən. Orada qara ilə deyəsən imzası yaxşı, başqa palitrasını təsvir edib. Burada güllərdir. Bunlar da çox qəşəngdir. Sadəcə foto biraz qaranlıq düşüb. Bu toyuq. Hansı cizgi filmdə idim, yadımda deyil. Bu da ördək də qəşəng hiddətli baxır. Çox qəşəngdir, təsvir etmirsən. Bu da qəşəngdir. Biraz məsələn tonlamasında problem var. Yəni o da bax bu deyirdim ki, burada dedi ki, yox mənim. Baxın necə qəşəng işləmişəm. Əhsən. Xoşuma gəldi. Burada da çox qaraltmışam, amma pis deyil. Yəni həqiqətən 13 yaşlı bir uşağın əl işə görə hər biri çox qəşəngdir. Bu da qəşəngdir. Bu hansı cizgi film idi? Nə Samsun unutduğumu birbirine qatdım. Burada da qəşəngdir. Burada xaotik görsənsə də hər birinin öz harmoniyası var. Və yenə Şahin Ağayevin yeni işləri zibil qutusuna işləyib. Naturada bir mərkəzdə və region tam mərkəzində yerləşdirib. Ştanq maraqlı görsənir. İdmanla bağlı işləyib. Yəni deyəsən idmanla məşğul olur. Yəni nəsə onu hər dəfə ilhamlandıran, stilizə edən şeyləri çəkir. Su pasinası. Maraqlı görsənir. Mən birinci onu evə oxşatdım, amma fərqli istiqamətlərdən baxıb və günəşi də çox bəyəndim. Günəşdə həm də yayın göstəricisi görünürsünüz. Ortada elə bir dəniz var. Yəni yayın göstərisi. Telefon kitabçası mən görməmişdim doğrusu. Orada qeyd apardığımız yerlərdir deyəsən, amma həqiqətən hər biri çox qəşəngdir.